Taksi sürücüləri, qeyri-etik davranışlar, sərnişin narazılığı. Əvvəllər taksi sürücüləri yalnız yol hərəkəti qaydalarını pozurdularsa, bugün artıq onlar həm də sərnişinlərlə münasibətlərdə qaydalara zidd davranırlar. Sosial şəbəkələrdə, mediada bu kimi hadisələr geniş müzakirələrə səbəb olsa da, yenə nəticəsiz qalır. Müvafiq qurumlar qeyri-etik davranış sərgiləyən taksi sürücüsü barədə tədbirlər həyata keçirir. Lakin bu hadisələr və cəzalanma sistemləri digər sükan iştirakçıları üçün dərs olmur. Sadəcə bu halın müəyyən müddət səngiyərək yenidən müxtəlif formalarda təzahür etdiyini görürük. Mən məsələn taksiyə minmişəm və məndən mindiyim adresdə əslində cərimə zonasıdır və onun cəriməsi mənə atıb ki, siz ödəyin xanım, mən də balı sildirəcəm. Dedim, siz bilirsiniz bu yerdə cərimə olunursunuz, niyə saxlayırsınız da, yəni. Və bunun üstə mən bunu bloka atdım, mənə davada zəng gəldi ki, siz niyə mənə bloka atırsınız falan. Belə-belə ağzına gələni deməyə başladı. Bu, yəni bir neçə dəfə yaşanıb bu hadisə, ona görə mənim özümə xoş deyildi. Axşam vaxtı rahat taksiyə minə bilmirik və ya istədiyimiz vaxt tək olanda istifadə edə bilmirik. Belə problemlər bizim də qarşımıza çıxır. Elə olur ki, qadınlara qarşı çox vaxt elə davranırlar. Müşahidələr onu göstərir ki, taksi sürücüləri artıq məktəblilərə də qeyri-etik davranış sərgiləyirlər. Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözü gedən məsələ ilə bağlı araşdırma hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Hadisəni törədən şəxs barədə dolğun məlumat olmadığından, taksi sürücüsünün etik davranış qaydalarına dair təlimlərdə iştirak edib etmədiyi və taksi fəaliyyəti üçün icazəsinin olub-olmadığı məlum deyil. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini də öyrəndik. Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb. Yasamal rayon ərazisində BYD markalı 77 VK 571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq qərarla həbs edilib. Bəzi taksi sürücüləri bilərəkdən davranış normalarını pozurlar. Buna əsas səbəb də onların bu işi əyləncə kimi görmələridir. Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövcud vəziyyətin çıxış yollarına diqqət çəkir. Belə hadisələrin qarşısını almaq üçün taksi fəaliyyətində tələblər təyin olunub. Yəni, taksidə istismar olunan avtomobillərin salonunda xüsusi video qeydiyyatçı quraşdırılmalıdır və sutka boyu taksinin salonunda olan hadisələr qeydiyyata alınmalıdır. Təəssüf ki, bəzi taksi şirkətləri bu tələblərə əməl etmirlər və nəticədə belə xoşagəlməz halları biz görürük. Bir sözlə, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün ciddi nəzarət və maarifləndirmə tədbirləri məsələnin çıxış yollarındandır.